M Group Production təqdim edir. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Bu da bu. Molla Yasin və Qulam. Əgər onları birdən-birə yas məclislərində görməsəz, bilin ki, artıq onların yasıdır. Sözümü qomamışsan? Eşidirəm Qulam. Biz bu ay əslində qəşəng üzrlərimiz olub. 19 dənə üzrə getmişik. Min bərəkət. Sənin canısan. Bu Vaqifin də əslində behin almışam. Vaqifin də behin almışam. Prosta əzlaf ölmür da. Ölər. Əslində gördüyüm işdə dünən Yosragün ölməli idi. Ölmədi. Amma neçə var? Neçə var? Onsuz vot-votdadır. Gərək amma bir dənə şey var da, gərək deyəm ki, elə günə salsın ki, bizim boş vaxtımız olsun da. Xeyri gedib ona buna verməsin. Hiç olmadı, oldu. Yekunlaşdır da cəmaat. Ya, iyilər. Əzizlərim, Var. bir şey deyim. Hamı burada oturanlar bilir ki, Allah onu rəhmət eləsin, bizim mərhum Şirxan qardaşımız baytar həkimi idi. Yeyin, nuş olsun, nuş olsun. Sağ. Və onun rəhmətə getməyinin də əsas səbəbləri elə mənim üçün də maraqlı idi, elə balaca bir məlumat öyrəndim. Mərhum Şirxan qardaşımız tövlədə heyvanın qızdırmasını ölçmək məqsədi ilə ona termometr qoyanda, yəni nəzərə alsaq ki, termometri heyvanın qoltuğunun altına qoymurlar. Yəni hara ki qoyurlar, Bak. ora qoyanda heyvan şıllaq atıb, o şıllaq da dəyib yazıq mərhumun gicgahına. Elə o yerindəcə keçinib. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Ver. Allah rəhmət eləsin, hər kəsin başına gələ bilər. Ona görə də mənim əzizlərim, insanla heyvanın fərqi ondadır ki, insanın şuuru var, heyvanın yox. Yok. Yəni ki, o heyvan bilsəydi ki, bu mərhum o termometri onun orasına, onun qızdırmasını ölçmək məqsədi ilə qoyur, Bəli. yəni malicə məqsədi ilə qoyur, heç o heyvan öz şadlığına şıllaq atardı? Yox. Atmazdı. Nə bilim, heyvan ağzında heyvan deyirsən. Ola, ha? Şeylər. Bəli. Səməd Vurğun küçəsi Baksel nömrələrinin satış dükanı. Bacı, bizdə 3 manat, 4 manatlıq nömrələr olmur. Bəli, ancaq Baksel nömrələrdir. Amma gold nömrələrdir. Məsələn, 222 ilə başlayan, 555 ilə başlayan çatdırılma və telefona quraşdırılma bizdəyik. Oldu xanım, oldu. Oldu xanım, oldu. Öpürəm. Bəli, yəni ötürürəm. Yəni nə vaxt lazımdırsa ötürürəm. Çox sağ olun. Bəli, əzizlərim, harda qalmışdım bu baytarlıqda. Bəli. Bu mərhumla biz cavanlıqda gedərdik at minməyə. Bəli. Ümumiyyətlə bu mərhumun ta uşaqlıqdan
bu heyvanat aləminə böyük sevgisi olur. Yadıma gəlir ki, o vaxtları biz gedərdik yaylaqda at minməyə. Bəli. Hələ bil ki, biz at minərdik. Bu mərhum isə eşşək minərdi. Nəysə, biz hamımız yığılardıq, üzü belə atlarımızı çapardıq. Bir də görərdim ki, yar yolda bu eşşəklə bizdən aralaşdı, başqa səmtə getdi. Axşam görüb deyərdim ki, bax sən niyə bizdən aralaşıb başqa səmtə getdin? Deyərdi ki, Yasin, eşşəyə min ata çatınca. Bəli. O qardaş haqqında çox söhbətlər eləmək olar. Ümumiyyətlə bizim bu mərhum çox maraqlı heyvan insan idi. Bəli. Doğrudan da çox gözəl insan idi. Salam aleyküm. Aleykümselam. Allah rəhmət eləsin. Allah ölənləri təbrik edir. Məndə Daşqaldaq var. Kim yollayıb səni? Famil. Amin. Ha, Famil, taksi şoförü var. Bəli. Neçə dənə lazımdır? 2 dənə. Sən bilirsən də bu ova getmək indi biraz çətinləşib. Çünki qoymurlar çöl quşlarını vurmağa zada tuturlar adamı. Ona görə də çox çətinliklə gedib gəlirik. Biraz qiymətdə dəyişiklik var, amma ki yəni əvvəl 10 manat idi cütü, indi 15 manatdır. Problem yoxdur. Ha. Elə gəl 2 dənə qalıb. Öt. 2 dənə qalıb. Mənə bax. Götür qulamanı. Familə deyərsən ki, yaxşı qaşən Yasin müəllim keçi dərisi gətirib. Mənim gözüm. Çöl ördəyi, turac, belə ləzzətli, belə yağlı, porsuq. Yəni istəsə Baş. gəlib dəyər mənə. Sağ ol. Salam deyər. Salam deyərsən məndən. Əzlərim, mərhumun ənbatına bir gəlin salavat zikr eləyək. Xeyr aparasız. Mənim əzlərim, bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Bəli. Təbiətin gözəl qoynunda, Xəzər dənizinin sahilində gözəl bir kafe açmışıq. Yəni ki, hamımızı orada görmək şərəfinə nail olsaq, Sevinərik. sevinərik. Bəli. Bəli. Cürbəcür quş ətləri. Bax, çöl ördəyi. Qaşqaldaq. Sonra canım üçün qaz əti. Sonra canım sizə üçün turac, Bəli. gərəf, Dəvə quşu. dəvə quşu. Elə dəvənin özü. Yəni ki, ürəyiz istəyən bütün çöl quşlarından bizdə var, özümüz vururuq, özümüz gətiririk. Yəni ağzınızın dadını dəyişmək istəyirsinizsə, bir bizim kafeyə buyurun. Qulam, sən vizitkaları ver qardaşlarımıza. Nə olar? Nə olar? Vizitkaları ver, gəlsinlər. Ağsaqqala ver, buna ver. Buna ləzzətli dəvə quşu vermək lazımdır. Bu da bu. Məhlə uşağı Mübi. Mübi indiyə qədər hər cür yalan danışıb. Bircə Supermenlə birgə uçduğunu deməyib. Çünki o həyatda yalan danışmağı sevmir. Hə, sorağım. Qardaş, sonra elə oldu ki, ayrıldım bu qızdan. Aha. Bu yaxınlarda eşitdiyimiz ərə gedik. Yox, sağ ol. Valla. Amma nəyi var, darıxdım da onun içində. Mən əziyyət çəkdim onsuz. Ha, brat, yəni Sevgi belədir də. o boyda görsən söhbətdən sonra qardaşım. Brat, örgəşməkdir, sevgidir, anamcan çox Bəli. çətindir, Bəli, brat. bəli, Adam başına gəlib, anamcan. Bir də mənim başıma söhbət gəlib. Ala dəhşədir, anamcan deyirəm. Ala o söhbətə bir dənə kino çək. Otur bax ağla, anamcanı deyirəm. Nə əhvalatdır lə? Qaqaş, vaxtınız var? Gəlsin. Qaqaş, bu yaxınlarda xalamgilə getmişdim axı Londona. Hə, getmişdim orada istirahət eləməyə. Nəysə xalamgildə biraz gördüm ki, nəsə darıxıram Londonda. Dayıoğlu ilə danışdım, dayıoğlu da Amerikada qalır, hə. Qayıtdı ki, dayıoğlu. Mübi ürəyi istəyir, qaqa, dur gəl bura.
Ya bura səhərə kimi diskotekalar zətlər də. Hala gidə eləyəmirdin də. Hala uşaqlar da balaca idi. Qaqaş anam zan dedim neynəməyək. Çıxdım getdim Amerikaya. Özə nə ilə? Paromla, gəmi. Sağ ol. Getdim gəmiyə bilet aldım. Qaqaş, mindim gəmiyə, getdim. Hər şey ondan sonra başladı anam zanı. Qaqaş, günlərin bir günüdür. Günlərin bir gün deyəndə ki, gəmiyə mindiyim günün sabahısı da qaqaş da. Gəmi bir həftəyə gedir axı. Qaqaş, ala çıxmışam gəminin damında, göyərtəsində də qaqaş, siqaret çəkirəm. Gördüm bir dənə qız özünü atmaq istəyir suya. Anam canı. Yaxınlaşdım, dedim ki, ay qız, adın nədir sənin? Qayıtdı ki, adım Roza. Dedim, Roza, külbaşın qızı, özünü suya nöş atsan, bilsən su necə soyuqdur? Anam canı. O da qayıtdı ki, bir hər şeydən bezmişəm, anam canı. Nişanlımdan da küsmüşəm. Belə nastrenəm də yoxdur, özümü öldürmək istəyirəm. Dedim, ay qız, bədbaxın qızı nöş belə eləyirsən, həyat gözəl deyil, yaşamağa dəyər, anam canı deyirəm, Obşum, qaqaş, bununla biraz pişim. Ala qız başladı ki, mən sevməyə. Ama simpatizmidi da Murat da. Qayıtdı ki, vəbşə nişanlım da atlanacaq. Yaxşı olar. Anam canı. Obşum, mübi, sən mənim olsan sevgilim. Özə qız da. Ala qız da bir dənə milyardərin qızıdır, anam canı. Ala gəmidə gedirlər, anam canı. Obşum, qaqaş, başladım qızla birimizi sevməyə. Hər gün görüşməyə, sevişməyə. Yəni ki, göl gedirik də. Obşum, qaqaş, bir gün də apardım bu qızı. Bunun lüt şəkillərini çəkdim. Anam canı. Bu neyini var? Kız Sen mı? yaşamsan ki qaqaş. Qız mənə qayıdıb nə desə yaxşı. Ne dedi bura? Qayıdıb deyir ki, mübi, mən hələ paltardayam, sən mənim beləsinə bədənimi çəkmirsən. Mən paltarsız olsaydım, sən neyniyərdin? Anam canı. Dedim ki, ay qız, sən bədənini göstər, mən gör nələr eləyirəm. Anam canı. Kız ne bize? Ala. Oşam qaqaş qız qayıtdı ki, gəminin içində bir dənə balaca maşın var. Gəminin içində bir dənə balaca maşın var. Oşam, gedə o maşının içinə. Getdik, girdik o maşının içində, anam canı. Qızı o söhbət tutmuşdu da, demişdi, dedim ki, gör mən nələr eləyirəm, dedi, davay getdik maşının içinə. Neyinə tuturdu? Ana qaqaş girdik maşının içinə. Birinci koftanı çıxartdım. Anam canı. Ala sonra şalvarı çıxartdım. Ala sonra bir dənə oyun çıxartdım, anam canı, gəl görəsən. Yani Nəfəsimizdən bütün şüşələri par vurmuşdu anam canı. İçəridən çölü görsən bir, çöldən də içəri anam canı deyirəm. ana bu ölsün mənə tanış şərli bu söhbəti. Bir dəqiqə deyən də sonrası nə oldu? Qaqaş sonrasını danışım da, ala da bir dənə qulaq asın sən məncəm. Obşum qaqaş qalmışıq bir gündə gəminin göyərtəsində. Obşum belə romantikada səhər gimnastikası eləyirik, məşq eləyirik də. Obşum beləsin bir dənə qardaşımsan belə. Evimi tutmuşam belə anamcan. Alıq olsun da biraz. Belə tutmuşam anamcan. Külək də vurur beləsinə saçlarıma, qızın saçlarını da vurur beləsinə. Anamcan deyirəm bir dənə romantika yaşayırım. Ala sən elə özüm elə mənə bu söhbəti bırak tanış şərli. Qulaq as da ala da. Obşum gedirik qaqaş. Ala birdən nə olsa yaxşıdır. Nə oldu bura? Anam canı deyirəm nə olsa. Ala bir dənə iri. Nə boyda təsəvvür beləsinə bir boyda duz dağı. Gəldi gəmiyə daram necə çırpıldısa anam can deyirəm. Dənizdə duz dağı. Gəmini sürən elə sıraz anam can düşdü suya. Ala gəmi deşildi, bir dənə su girir içəri. Anam can bir dənə su, bir dənə külmələr, sazanlar girir içəri. Anam can deyirəm qaqaş. Alam, obşem qaqaş. Gördüm ala hamı lotkaları atır suya, doluşurlar ala başlayırlar aradan çıxmağa da. Arvad uşaq hamı qarışır bir-birinə. Anam canım. Götürdüm Rozanı, attım suya, özüm də dalıca. Gördüm bir dənə taxta var deyə, Rozanı qoydum taxtanın üstünə. Özüm də belə suda qalmışam belə. Suda dəhşət soyuq, anamcan, 24 dərəcə soyuq var, anamcan. Roza qayıdıb mənə nə desə yaxşıdır. Ölmə də mübi, ölmə, qurban olum, ölmə, ay mübi, ölmə. Dedim, salam, necəsiz? Sağ ol. Sağ ol. Dedim, deyir, ölmə də mübi.
mən səndən başqa heç kimi sevənmərəm, ay mübi. Dedim, qulaq as da, indi sevgiyə bax da. Dedim, sənin başın xarabdır. Roza, sən məndən də yaxşısın sevəcəksən, anam canım. Könlüm açılıb, bədəndə buz vurub şey. Deyirəm, sən məndən də yaxşısın sevəcəksən, anam canı. Sən uşaqların olacaq, ay Roza. Uşaqların qaçacaq qucağıma ki, Mama Roza, hamı səni çox istəyəcəklər, mənim əzizim. Sonra nə oldu? Yaxşı. Axırda da qaqaş, nə demirəm, suyun içində idi bədənimin yarısı. Don vurdu. Elə bir ki, düşdüm suyun dibinə, öldüm də elə bir də. Öldüm deyəndə ki, yəni qaqaş şey də belə, yəni 5-6 ay şokda yatdım, elə ölü kimi idim də, anam sən, beynim silinmişdi. Yadındadır da. Heç nə yadımda qalmayıb ondan sonra. Yadındadır. Cənab Qaqaş, Stanikin kinosu. Axıra baxdın ha, sabah gəlib danışarsan uşaqlara. Neçə oğul, ay belə qucaqladım, ay saçlar beləsinə. Ala gəl düşünənmə şu. Ala yox. Axıra kimi bax, ona yekə oğlansan, başqasına danışarsan, bizə keçmir belə şey. Ala bir dəqiqə dayanın da, nə olub? Ala! Qaqaş, bütün kinolar hamısı real həyatdan götürülüb də. Mən də hardaysa oturub danışmışam, şakallar gedib kino çəkiblər. Neyniyim ala? Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Bu da bu. Ərinə xəyanət edən qadın. O yaşadığı mənzildə kommunal xidmətlərlə problem yaşamır. Çünki onun xidmətləri kommunal xərclərin tam qarşılığıdır. Sən onlarla arzularına layıqsın, ürəyim. Ay çok güzel şeylerdi hayatım, çok Sağ ol, ürəyim, sağ ol. Elindeki ne dile? Ha, Nerede bu? Nerede bakın. əlimdəki ekskluziv olaraq sənin üçün Kod Dazur'dan gözəl şirniyyat, həyatım. Tort! Sen benim için Kod Dazur Şinyat evinden tort almışsın. Sen ondan da güzellerine layıksın. Meyratçım ne güzeldi bu. Bak. Aç. Ya. Bak. Seni tebrik ederim ben. Çok sağ ol. Sen benim Ben bunu koyun. birazdan Sonra çayla içelim ha. yaxşı ürəyim. Bir sene getireceğim. Hazırla. Şampan. Şampanskı. Ürəyim benim, canım benim, gözüm benim. Ah. Ay. Ürəyim. Hayatım. Müdürdən güclə icazə almışam ki, bu günləri mənim həyatımın ad günüdür. Ay hayatım bak bu şampanı açacağıq seninle Aç. bir yerde doğum günümde içeceğiz. Yavaş yavaş ürəyim. Sen sakla ben açayım. Yavaş yavaş. He. Aç. Gel. Aa. Süz. Hayatım. Həyatım. Ürəyim. Canım mənim. Gözüm mənim. Ürəyim, mən istəyirəm ki, sənə ürəyimdən gələn bir söz deyim. De. Amma mahnı ilə. Olar ürəyim. De. Mahnı Nece ilə. romantiksen. Səndən çocuğum olsun istəyirəm. Gözləri sənin gibi baksın. Hayatım. Özü gözü bir aynı senin gibi. Biraz deli tıpkı benim gibi. Yok. Her söz... Senin kimi yok. Ha, onda senin gibi. Her sözüyle aşkımız gibi. Eritsin karı kışları. Canım benim. Hayatım, ürəyim, mənim canım, gözüm. Mən səni sevirəm aşkım. Mən fəxr edirəm ki, mənim sənin kimi gözəl həyat yoldaşım var, ürəyim var, məni başa düşən və məni sevən bir həyat yoldaşım var. Bəli. Bunu sənin şərəfinə vururam, ürəyim. Aşkım. Aksi ne olub? İmkan verin telefonla danışaq da, nə çaqqal kimi oluyorsan. Eşitmirəm sənin əlindən.
Səndən başqa burada adam yoxdur. Yoxdur səndən başqa burada adam. Vallahi qardaş səndən deyildim. Səsküydən vallahi eşitmək olmurdu heç nə. Hayatım. Bu kim idi basba? Yok, divar komşumuzdu da bizim. Divar komşu? Bəli. Bas divar komşu burada niye çıktı ki? Hayatım, axı mən qapı qonşu demədim ki, qapıdan gəlsin. Divar qonşusu divardan gələr. Divar komşu divardan gələr. Doğrudan o da düzdür də. Ay hayatım. Ürəyim, mən bu günləri sənin xətrinə dəyməyəcəm. Sən nə etsən də mən sənin xətrinə dəyməyəcəm. Bu günləri sən nə etsən hamısını sənə keçəcəm ürəyim. Çünki bu günləri sənin günündür. Bu günləri sənin ad günündür ürəyim. Hayatım, söz Ay verirsən can. ki, sən mənim xətrimə 100% dəyməyəcəksən. Yox, dəyməyəcəm. Çünki bu günləri sənin ən xoş günündür. Onun üçün sənin xətrinə dəyməyəcəm ürəyim. 100%. 100%. Xətrimə dəyməyəcəksən. Yox. 100%. 100% ürəyim. Ay, eləysə hamınız çıxın. Ha? Bu nədir? Bunlar kimdir? Salam aleyküm. Təbrik edirik. Böyük qız olsun, böyük bal olsun, əlinizdə uzunuzda qalsın. Bağışlayın, hədiyyə ala bilmədik, amma bayaqları pulunu vermişəm. Bir daha xoşbaxt olsunlar. Mən... Təbrik edirik. Mən isə hədiyyə gəlmişim. Çox sağ olun. Çox sağ olun, əziyyət çəkmişsiniz. Bu da bu. Məşhur həkimlər. Onlar Ucipisamniyanın, Artopedifalasaniyanın peşəkarlarıdır. Çünki onlardan başqa heç kimin bu xəstəliklər haqqında məlumatları yoxdur. Gel oradan bek tutma dedi. Allah öğütüsün, kolum çıxdı yerindən. Allah sən öğütüsün Mehdi. Mənə bax, indi mən əlimin aşağı olmağından istifadə edib kolumu yıxsan yerə. Muha bak, qabaqdan gəlmişdi yine bak. Ne ola? Sen elvin yukarı olan vaxtı olub, sən Allah. Ne olar ki? Senden külün daşan vaxtında bir dənə kütüm almaq olmur. Ne olub sən? Gözlərim çıxmış deyə yerindən güzəlim Mehdi. Belə də ki, səhər duxun varsa, sol əndən gedək də. Muha bak əzləncəm. Gör mənlə nəyin söhbət edilir, nə qorxu gəlir mənə. Gəl gedək də nə? Gəl. Gedək Gəl də. görək indi kim udacaq, gəl. Solla gedək. Sol deyil bu. Gedək də nə? Gəl. Sən baxın da nə? Sola, bu sol da nə? Mənim həkimimə bax. Tut. Gedək. Gedək. Getdik. Yanda nə? Qoy əllərimi rahatlayayım. Vah. Muha bak. Muha bak. Papağımın üç söğürdü da. Bize ne okşadın? O Sylvester Stallone'un kinosu var. Orada papağını çöğürürü bilemsine. Lan böyle onu okşadın. Gel. Gitti gel. Gedek ne? Veremez. Ağzın döşe girdi. Ağzın döşe girdi. Veremez. Paraliz vurdu seni. İnfak geçirdin. Beynime kalsın. Gel. Kulak sen. Atından at. Ut. Ne olmuş diye sana ağzın döşe girdi. Özüme geldin. Oraya bu kinosunda eləmir oğlan. O yıxmaq istəyəndə o qışqırma papağını çörmür. Mən də istədim eləyəm. Damarım bindi damarımın üstünə ağzım əyildi. Ne ayrım? Yox ha. Biraz gözlə də nə? Salam. Mənə Fərəməz doktorundan Mehdi doktor lazımdır. Üzr istəyirəm. Buyurun. Nə qayrasınız ki Fərəməz doktorla Mehdi doktoru? Onlardan müsahibə alacağım. Bizdən müsabiqə almağa gəldik. Müsabiqə alacaqlar. Buyurun bacı. Buyurun. Deyəm ay bacı, sən də mənim bacı bağışla ya. Allah verən canı bundan alan bir. Sən nətər alasın bundan müsabiqə ki? Mən biraz ciddi yanaşasın. Sizdən müsahibə almaq istəyirəm. Gördüm.
şiddi gelemədi, nə? Bazı deyir ki, müsahibə almağa gelmişim, də nə? Buyurun. Buyurun. Mən istəyirəm sizə ilk sualımı verim. Buyurun. İlk sualım sizin sənətinizlə bağlıdır. Sizin üçün Hipokrat kimdir? Onu necə dəyərləndirirsiniz? Sən dinəndə nə? Sən demirdin, mən səninlə savatlıyam, sən yüz tutar. Mən deyim, bu qədər savad yoxdur ki, o cavab versin. Yəni, mən onu deyə bilərəm. Texnik komutarı, bunu öyle bilir. Bacı, biz üçün Hipokrat demək olar ki, böyük bir varlıqdır. Bəli. Bəli. Yəni, sözün açığı o bizim üçün bir anadır. O kişidir. Hipokrat. Hə. Üzr istəyirəm bacı, olur hərdən. Yəni, Hipokrat demək olar ki, bizim üçün həm atadır, həm də ki, anadır. Bəli, biz o qədər onu çox istəyirik. İndiyə kimi mənim yadımdadır. Eşitsən mənə bacı? Bəli. İndiyə kimi mənim yadımdadır. Gəldi, girdi içəri, əlin qoydu bizim çiynimizə, dedi ki, sizin gələcəyiniz şübhə altındadır. Bəli. Görün, nə gözəl. Yəni, o deyə bilərdi ki, sizin gələcəyiniz sual altındadır, ancaq o demədi, dedi, şübhə altındadır. Bu nə deməkdir? Yəni, o deməkdir ki, mən sizdən şübhələnirəm, sizdən gözəl həkim olacaq. Bəli. Sağ olsun. Elə, mənim də yadıma gəlir, o vaxtları, yəni bu hadisələr hamısı mənim yadımdadır, yəni gözümün qabağındadır. Amma çox təəssüf olsun ki, indi biraz qocalıb denə. Bu Səlyan Pavarotunda aptekdə balıq satır. Dərman satır. Dərman. Hə, bu balıq da dərman kimi şey. O düzdür. Çox xahiş edirəm, mənim vaxtım azdır. İkinci sualıma keçin. Buyurun. Sonra yaxşı cavab verdin, hə? Sizin xəstələriniz ən çox hansı orqandan şikayət edir? Hansı orqana şikayət edir? Bizim Xəstələrimiz hansı orqana şikayət edir? orqan Ən çox prokuraturaya şikayət edir. Mən demək odur. Bacı deyir. Demək olar ki, ən çox prokuraturaya şikayət edirlər. Çünki bu elə prokuratura elə Balisən böyründədir. Elə operasiyadan çıxanlar hamısı qaçırlar olar şikayətə. Bizdən şikayət edilməyən var ki... Yox, yəni çox elə bunlar demək olar ki, şikayətləri mənə... Ayağımızın altına orada qazınlar ki. Malilə. Yəqin yeni zarafat edirsiniz. Yox, estağfurullah. Çox zarafatçı həkimlərsiniz. Çox sağ olun. Sonuncu sualımı vermək istəyirəm. Buyurun. Cəmaat xəstələnəndə sizin yanınıza gəlir. Bəli. Bəs siz kimə müraciət edirsiniz? Ay bacı, mənim də dərdimi təzələdin, sən. Həkim, yaxşı həkim var ki, ay bacı. Yaxşı həkim var ki, indi. Gündədir. Bir-birinizə müraciət edirsiniz? Mua? Nədir o? Mua? Mua can davar etini olar? Keçən dəfə birin operasiya eləmişdi. Xəstənin sidik kisəsini kəsmişdi bacı. Yerinə hamam kisəsi qoymuşdu. Belə həkim adam can davar etini. Gülüm, nəyə gülsən ki? Nədir o? Nədir o? İnsan o bacının yanında özünü yaxşı göstərsə, mənə pis tərəflərini göstərsə. Nə olub ki? Deyim indi. Nə deyirsən belə? Deyim. Dinəndə nə? Baş həkmət etmişdik, o bacıya da deyim. Dinəndə nə? Bacı bir dəfə bu var ha, bu üstə yoxdur. Bu üstədə xəstənin mədəsini operasiya edəndə nişan üzüyü düşüb qalıb onun mədəsində, o da çıxıb gedib öyə. Mən də tanışdım, onu çağırdım tezdən, narkoz vurdum, yardım qaldım, nişan üzüyü çatım gedir. Nişanda söhbət eləmək, mənim ailə söhbətim bura qatmayın. Sənin bığlarımı kəsərəm, mənlə bizdən elə beləncəni danışmayın. Nə bığımı kəsən onlar qaçdan kəsərəm ha mən ha? Nə sənin vaxtımda ben... Polis, buradan kesinlər. Polis. Az nə qışqırsan, operasyonun otaqda adam kəsərlər də, nə? Mua baxı. Bu da getdi prokuraturaya xəbər eləməyə. Sən lazım idi bu. Sən də nə? Saçlı atmışam başına kesildən. İndi gələcəklər. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Baş sponsor Baksel. Sponsor Kod Dazur ekskluziv şirniyyatlar təqdim edirlər. Bu da bu. Quş buraxan tamada. Tamada özü-özünə bu sahənin əjdahasıyam deyir. Bəs görəsən buna Nadir Qafarzadə nə deyir?
Valla o kadar tez oynuyordunuz ki hiç ayaklarınız görsənmirdi. Valla doğuşan sizin yanınızda qələt edirdi. Bəli? Yox, məməzim, yox, xətrinizə dəyməsin. Əgər xətrinizə dəydisə, onda siz doğuşanın yanında qələt edirdiniz. Başqa cür bu necə deyim? Nə olub ağzıma? Çox xahiş edirəm, artıq əsli sözlər oradan deməyin. Bura toydu, biraz danışdığımız sözlərə riayət edəyik. Və əzlərim, ən başlıcası onu deyim ki, nə edirsiniz eləyin, xahiş edirəm, bəyimizi çox oynatmayın. Bəyimizin nəfəsini kəsməyin. Çünki bəyimizin işləri çox deyil, bəyimizin axşam nəfəsi kəsiləcək. Eşq olsun bəyimizdən. Bəyimiz demişkən, bayaqları elə bəyimizin adından kimsə gəldi, dedi ki, mahnı istəyirlər. Dedilər ki, bəy oynasın, bəyi oynatmaq istəyirlər. Haradadır bizim bəyimiz? Bəyimizi görmürəm mən. Doğru. Vay. Diqqət. Əzlərim, çox xahiş edirəm, diqqətsi mənə yönəldin. Əziz Tofiq müəllim və əziz məclis iştirakçıları. Bizim bəyimizi oğrayıblar. Çox xahiş edirəm, hamısı diqqəti məndə olsun. Əzlərim, ay Tofiq müəllim. Tofiq müəllim o qədər içib, heç məni vezinə almır. Tofiq müəllim, bir dəqiqə o rümkanı 5 dəqiqə qoyun yerinə. Bəyimizi oğrayıblar. Tofiq müəllim məni heç yerinə qoymur. Eşq olsun. Mən yaxşı bu dərdimi kimə deyim? Ay Bəsimə xanım, ay bibilər, ay dayılar, bəyi oğrayıblar deyirəm. Valla adətən bəyi oğrayanda şərt kəsirlər, yəni bəyi oğrayan adamın şərti olur. Necə? Aha, qardaşlarımızın deyəsən şərti var artıq, xoş gəlmişsiniz, buyurun. Varşavin qardaşımız, eşq olsun Varşavin, buyurun, xoş gəlmişsiniz. Здравствуйте, меня зовут Валерий. Mən neçə illər Rusiyada yaşadım. Orada toyda adət-ənənə olur, amma burada o olmadı. Ona görə də mən, как это сказать, bir gəlinin qorqalasın. Neynəsin? Qorqalasın. Mən özümdə heç başa düşə bilmədim qardaşım məqsədini. Bəyi oğrayıb, sonra gəlib deyir qorqalasın. Qardaşım, əzim, axşam bəy gəlini qorqalayar. Gəlin bəyi oğalayar. Bəy gəlini bankalayar. Bu axşamın işini buna biz qarışa bilmərik. Onların öz şəxsi işləridir. Siz əsas fikrinizi deyin. Nə demək istəyirsiniz məməzdim? Yox, bu mənim şərtimdir. Qorqa olmasa, mən beyni vermədim. Bəyi vermədi. Ay Tofiq müəllim, ay başladın. Biz zibilə keçmişik biz. Nə qayra verdi, neynəyək? Ay Tofiq müəllim. Qardaşım, qoymusan başvadın orka. Başlamısan burada qorqa. Qorxmursan durub səni burada uvorqalayarlar. Qardaş, bura müsülman toydur, burada belə şeylər olmur. Bu nə danışır? Ay Tofiq müəllim. Bu içimi gəlin bunu aparın, bu nə danışır? Onda mən beyni vermədim. Ay Tofiq müəllim, bir bəy vermədi. Bu kim verəcək bu bəyi? Heç kəs mənə qulaq asmır. Ay gəlin bacı, ay qurban sənə. Bəyi oğrayıbları deyirəm. Gəlin bacının da başı qarışıb şəkil çəkdirməyə. Ay gəlin, o şəkili nəyə çəkdirsən? Deyirəm, bəyi oğrayıblar. Ay gəlin bacımız. Axşam kimlə gedəcəksən? Kim səni qorqalayacaq axşam? Ay gəlin, mənlə gedəsənsə dilən işimizi bilək də. Bu da bu. Şəkili rejissor Məlik Məmməd və fərsiz aktyor Saday. Bir dəfə Məlik Məmməd dram teatra tamaşaya gedir. Tamaşa boyu Məlik Məmməd bufetdə oturmasaydı, bəlkə də o öz teatrını xilas eləyə bilərdi. Nə varsa, hayıcalə. Allahdan gizlidir. Nə olub? Səndən nə gizlədim? Canım üçün. Həvlə dünən yoldaşım mənə deyir ki, Məlik Məmməd, deyəsən qocalmısan.
Həblə, özüm də hiss eləyirəm, elə bir biraz qocalmışam, hə? Sən nə danışırsan? Elə qıdığım gəlir, eləmə. Sən mənim canım, eləmə, qıdığım gəlir. Qulaq olsun, söhbət edirəm, indi uşaqlar gələcək. Qulaq olsun. Yaxşı. Mənim o, həblə, baldızım da həkim işləyir axı. Hə, onun yanına getmişəm, inanmazsan canım üçün. Düz 27 cür xəstəlik tapdılar məndə. Hə, düz 27 cür. Həblə bilirsən nə tapdılar məndə? Nə? Böyrəyimdə duz, mədəmdə çörək, buynuzumda ot, ağzımda da süd gətirmişəm. Aləmi vurdum bir-birinə. Bu uşaqlara verdiyim nağıldır. Gəldi ağzıma. Bütün günü məşq. Eləmə, qıdığım gəlir. Dedim bax, eləmə, qıdığım gəlir, əl vurma. Gör, xəstəliklərə baxaysan. Hə. Bax, qaraciyərimdə su, mədəmdə çörək, cibimdə pul, ürəyimdə də bilirsən nə tapdılar? Nə tapıblar? Çat. Ha, Məlik Məmməd, gəlində həblə 50 yaşa çat. Sadayın da əlindən, bax bu sadayın əlindən aldığım maaşın da hamısını dava dərmana verirəm, özün də görsən də. Məlik Məmməd müəllim. Haycan. Heç əsəbləşmə. Sən əsəbləşməyim, ürəyim partlayır. Həblə, mənə çox istəyirsən. Hə. Bir dənə yaxşılıq elə da mənə. Necə? Necə deyir, necə? Get da sadaya ərə. Hə, get sadaya ərə. Həblə, sənin də canın qutarsın, mənim də. Gedəndən sonra da qabağına şərt qoy. Canım üçün, deginən ki, istəmirəm ki, mənim ərim aktyor olsun. Hə. Məlik Məmməd müəllim, axı mən sizlə görüşürəm. Sakit. Yox, Məlik Məmməd müəllim, alınmayacaq. Alınmayacaq? Nətər yəni alınmayacaq? Bu belə. Mənə bax, əli məndən çək ha, bildin? Elə bilərsən, sənə alıb eləyəcəm, mən sənə alıb eləməyəcəm ha. Mənim iki dənə sənə boyda qızlarım var, alınmayacaq. Özə mənə bax. Bayaqdan bəs nə fikirləşirdin, uşaqlarım var deyə? Yox, bilməmişdim, sənə alardım. Gəl uşaqları çağır, dinən biraz da məşq olacaq. Alınmayacaq. Heç səndən gözləməzdim. Yox, bəs almalıydın səni. Mən sənə heç vaxt deməmişəm ki, mən sənə alacam. Alınmayacaq. Sizin əlinizdən bütün günü xəstəlik tapmışam mən burada. Evə gedən kimi ölürəm. Alınmayacaq. Bu sana. Saday. Saday. Bəli, Məlik Məmməd müəllim. Alavərsən orada. Hazırlaşırdım. Ay sağ ol. Dünən sənə rol vermişdim. Hazırlaşmısan? Bəli, Tarzan rolunu öyrənmişəm müəllim. Ay sağ ol. Məşq eləmisən da onu. Bəli, Məlik Məmməd müəllim. Onda gəl da, nağarsan orada. Mənim vaxtım yoxdur. Tarzan rolunu öyrənmişəm. Gülşəndəydim, səhirdə bir yardı bir Məmməd. Saxla, saxla. Bu nədir? Dəli olmusan? Tarzan demədiniz, mən də Tarzan rolunu oynayıram da. Mən sənə Tarzan demədim. Tarzan dedim, Tarzan. Tarzan? Kino yoxdur, həblə bu, belə giyinir da, əlinə belə, belə eləyir. Həblə bir də elə görüm. Nə? Tarzan kimi, elə da belə, Bu nə də, bu nə ulamaqda? Elə bir ki, qəbirsanlıqda çaqqal olayır. Belə ulamazlar, nağarsan? Belə olmaz, qaqaş, səni iti qovan kimi qovaram da, iti qovan kimi qovaram səni. Prosta qova bilmirəm ki, atomla üz-göz olacam, qovmasam da burada qalıb həblə bədbəxt olacam. Bir dənə misal var, deyir, yuxarı tüpürəm, buğdur, aşağı tüpürəm, qonşu deyir ki, qaqaş, bax gör da, ara tüpürsən. Sən də qəribdə sən məni öldürəcək səni. Tapdım. Sən canım üçün, əsil sən neydi? Gəl sən bir dəyə gözəl rol verim, oyna da. Verin də müəllim, verin də. Əla, vur-vura. Sən verirəm Çita rolu. Çita rolun? Hədə. O kimdir ki? Kimdir öyle, o meymundur, həblə belə. Həblə bilirsən da sən? Müəllim, yox. Meymun rolu nədir? Biabır olaram, Mənə bir düzəməlli adam rolu verin də. Bilsən niyə vermirəm? Çünki sən adam yerinə qoymuram. Bildin?
adam rolu verirəm, hə bilə meymunluq eləyirsən, meymun rolda verirəm, onu bəyənmirsən. Düz deyil? Mən qərarımı verdim Saday. Bundan sonra sağ sözlü rollar vermək olmaz. Sağ ancaq daş rolu, stakan rolu, sən də mənə bağışda hafta var rolu, belə rollar verəcəm, bildin? Sən sözlü rollar yaraşmır. Müəllim, mən nə lazımdır edirəm də əlimdən gələndə. Hələ kokroz məqamıdır. Sobada istəyirəm ki, Dədə Qorqud tamaşasını səhnələşdirəm. Dədə Qorqud? Dədə Qorqud. Orada mənə yaxşı rol verərsən. Verəcəm, nə iş vermirəm? Yeganiyə baş, həblə sənə də daş rolu verəcəm. Daş? Hə də, daş. Kino qurtaranda hamı daşa dönmür. Hə də, sən də soldan 3-cü daşı oynayarsan. 3-cü daşı? Yox, müəllim, mən necə daş oynayım? Mən bir fərq verin də, qurban olum. Heç bir ağacdan, zaddan verin də. Bu daş nə deyir? Mən daşdan qorxuram. Daş qəlbli insanlara nə elərsə? Allah sənin belə o qırsın. Ay Allah, özün Sadayın əlindən mənim başıma bir daş sal, həmlə mənim də canım dincəlsin də. Əgər ardıcıl serial qurulsa tefir, yaranlar əhval-ruhiyyən və açılar kefin. Onda çevirmədən kanalda siz bizlə qalın. Serial kənd və şəhərləri ələ alın. Arada geri qalır, saatın evə qaçıb açırsan TV-ni cəl, görürsən sona çatıb. Sevimli serialın, dəyişir o an halın. Amma çox üzülmə, hələ təkrarı qalır. Koşurum televizoru, gəzirəm mən kanalları. Hər kanaldan Braziliya serialları. Adamın pis olur halı, hadenin bal dodaqları. Qoca nənəmi ağladı serial qəhrəmanları. Kimin üçün komik tematik, kimən mematik. Əlinə pul düşən kimi partladı avtomatik. Həyatımız kino kimi, hər kadrda ibrət var. Özündə bir obrazda məntiq var, müsbət var. Burada bu yeni xəbərdə qoy olanlardan hamı eşitsin. Burada bu yeni xəbərdə yok olsun problem, üzünüz gülsün. Burada bu yeni xəbərdə qoy olanlardan hamı eşitsin. Burada bu yeni xəbərdə yok olsun problem, üzünüz gülsün. Ateşim, salam Allah qardeşim. Sənin dinlədiyin bu rap mənim köhnə vərdişim. Sağ dişim, sol dişim, niyə getmir bəs işim? Yandırın sobanın altını bala dişim. Bir baxın, bir deyin, ölkəmdə bu nə qayda? İncə sənət necə olur, məhv olunur bu toyda. Bu boyda, Dubayda, pul para kimə